Bax, belə. Bu, mənim Bakımdır. Mənim Bakım yalnız mənimdir. Çünki yalnız mənim içimdədir. Mənim ruhumdadır. Mənim qanımdadır. Hətta deyərdim ki, genimdədir. Ən əsası isə, mənim Bakım heç vaxt uçurulub dağıdılmayacaq. Mənim Bakımın köhnə həyətlərinin yerində 20 mərtəbəli binalar ucalmayacaq. Mənim Bakımın küçələrində həmişə trolleybuslar, tramvaylar dolaşacaq. Dondurma satanlar altına çarx bərkidilmiş taxta qutularını qabaqlarına qatıb, bütün günü maroj, maroj, qışqıra-qışqıra tinləri, dalanları gəzəcək. Yaşlı, cavan quşbazlar şalvarlarının balaqlarını, köynəklərinin qollarını çırmalayıb, damda göyərçin uçurdacaq. Axşamlar əllərində təsbih fırladan, başlarından aerodrom şəpkələri əski olmayan Bakı kişiləri küçələrin o üz bu üzündə şaqqa şuruqla nərd atacaq. Dirsəyəcən yağın, benzinin içində olan şoferlər, qapılarında saxladıqları hökumət maşınlarının kapotunu qaldırıb motorunda eşələnəcək. Ağzı dualı, başı buxara papaqlı, şəvə saqqallı ağsaqqallar tut ağaclarının altına yığışıb Seyid Əzimin, Füzulinin qəzəllərini xırdalayacaq. Arvadlar həyətlərdə paltar uyuya-uyuya dünən axşam televizorda göstərilən İndeyski kinonu müzakirə edəcək. Uşaqlar da gah kərpələng uçurdacaq, gah da taxta avtomatlarla, tapancalarla silahlanıb dava oynayacaq. Və başdan başa qırı verən bu idiliya əbədiyyətə qədər dəyişməyəcək. Hər şey olduğu kimi qalacaq. Heç kim qocalmayacaq, ölməyəcək. Heç yer uçurulub dağıdılmayacaq. Hər şey olduğu kimi qalacaq. Mən də Əzrailin dəvətnaməsini alana qədər qırı verən bu tablonu hər gün seyr edəcəm. Toz basanda siləcəm. İstadanda qurudacam. Çirk olanda yuyacam. Ən nəhayət, özümlə bərabər, öz içimdə o dünyaya aparacam. Bəli, o dünyaya. Çünki bu dünyada mənim özümə yer olmadığı kimi, mənim Bakımın da yeri yoxdur. Nə mənim Bakımın, nə də onun tarixinin. Mənim Bakımın tarixi isə adamın içini yeyir. Hətta nağıl olsa belə. Nağıl olsa belə. İlqar Fəhmi.